Vaxtınız xeyir olsun müəllimlər. Mən İsayeva Röya bugün sizə EMHM-dən isim bölməsindən 32-ci sualdan izah edirəm. Doğru fikir istəyir müəllimlər bizdən 32-ci sualda. Deməli, burada 32-ci sualda yiyəlik halda olan söz heç bir halda müstəqil şəkildə cümlə üzvü ola bilməz. Heç bir halda deməyək də, niyə? Məsələn, bizim sinif genişdir. Biz bunu söz birləşməsində deyəcəyik ki, bizim sizin sözləri müstəqil şəkildə təyin ola bilir. Əgər ikinci tərəfdə mənsubiyyət olmasa. Təsirli halı söz təsriflənən feil işlənən cümlədə işlənə bilməz. Səhvdir. Əslində elə onu istəyir də təsirli hal ki, mənə təsriflənən feil verin. Mənə feil verin. Təki feil verin. Qoşma ilə işlənməyən hallar cümlə üzvü olaraq təyin kimi işlənə bilər. Xeyr, hallar deməyi səhvdir. Təsirli hal qoşma ilə işlənmir, amma təyin də ola bilmir. Aha. Təsirli halda işlənmiş isimlər insan anlayışı bildirənə nə sualına cavab verir? Verə bilər. Bəli, qeyri-müəyyən təsirli halda ola bilər. Bu düzdür. Toplu isimlər bütün məqamlarda qrammatik baxımdan xeyr, bütün məqamlarda deyil. Demişik ki, toplu isimlər formaca tək isimlərdir. Toplu, formaca, tək, məzmunca cəm. Beyin oğul ömür sözündə 3'ü 3 hecalıdır. İkisi 2 hecalıdır. Bu fikrə tabi olmaq üçün sözlərin hamısı hansı qaydaya əsaslanmalıdır? Gəlin baxaq. Onsuz da burada 3'ü 2'si bu fikrə tabi olmaq üçün hamısı hansı qaydaya əsaslanmalıdır? Deməli, bu 3'ü 3 hecalıdırsa, bu üçündə hal var. Niyə? Çünki isahət düşməyib də. Üçündə hal var. Axı mənsubiyyətdə düşür orada. 3'ü 3 hecalıdır. Deməli, bunda üçündə də hal şəkilçisi qoşulub. Axı mənsubiyyətdədir. Amma bu ikisinin də halını dəqiq bilmirəm. Çünki burada halda da mənsubiyyətdə də düşür. Deməli, yalnız ancaq mənsubiyyət dedik yox. Beyin oğul könül 3 hecalıdırsa, deməli mənsubiyyət şəkilçisi deyil bu. Yiyəlik haldır. Birinci, ikinci şəxsin təkinin mənsubiyyət şəkilçisini qəbul etmək, yenə saitlə hal qəbul etmək. Üçün də hamısı hansı qaydaya əsaslanmalıdır? Beyinin, oğulun, ömürün, beyinin, oğulun, ömürün, könülün edə bilər, cığını edə bilər. Yalnız qrammatik şəkilçi qəbul etmək. Sinifindəki, niyə leksik də qəbul edə bilir? Saitlə başlayan istənilən şəkilçi deyə bilmirik. Təbiət deyir ki, lalə yanaqlar, vurğunun dediyi yaqut dodaqlar. Gəldi gedər oldu qoca dünyada. Deyir ki, isimlər, təhlili. Gəl mən ismi tapım. Təbiət, vurğun, lalə, yanaq, yaqut, dodaq, dünya. Baxaq. Deyir, təyinin hamısı sifətin xüsusiyyətini daşıyan isimlə ifadə olunubdur. Necə yanaq, necə dodaq. Qoca dünya yox. Qoca dünyada təyin isimlə ifadə olunmayıb. Bir getdi. İsimlər adlıq, yiyəlik, vurğunun, çıxışlıq dünyadan düzdür. Bütün isimlər müstəqil şəkildə cümlə üzvünün ifadə vasitəsidir. Vurğunun dediyi, xeyr, dığı feil sifətdir, vurğun müstəqil cümlə üzvü ola bilməz. Tərkibin içindədir. Tərkibləri keçində daha yaxşı bunu biləcəyik. Fərqləndirilən sözlərin hər ikisi isimdir. Yaqutla dodaq düzdür. Heç birisi də amonim deyil. Buna düzdür. 2-4. Morfoloji sintaktik fərqlənən isimlər işlənib. Məmər, morfoloji sintaktik sualı fərqlənən, bax bu o deməkdir ki, yəni sifətləşən isim. Sifətləşən isim hansıdır orada? Lalə yanaq, yaqut dodaq. 2, 4, 5. Yiyəlik halda olan söz, çıxışlıq halda olan söz kimi söz birləşməsinin aslı tərəfidir. Aslı tərəfidir? Yox. Çıxışlıq halda olan söz qoca dünya. Söz birləşməsini demişik ki, sağ əlinizə düşən tərəfi əsas tərəfdir. Dünya burada sağ tərəfə düşür, əsas tərəfdir. Yadımızda belə saxlayırıq. Söz birləşməsində sağ əlim tərəfdəki sağ əsasdır. 2, 4, 5. Və dünya da burada sağ tərəfdə olduğu üçün əsas tərəfdir. 2, 4, 5 müəllimlər. 2, 4, 5 A bəndi. Rahat sualdır bu da. Mən görüm PDF-ni baxmır. Aha. Qızılı çantasında bütün əşyalarını gəzdirir. Burada I sifət düzəltdir. Qızılı çantasına gəzdirər. I burada təsirli haldır. Qızılı çantasında olar. Burada mənsubiyyətdir. Yenə qrammatikdir. Deməli, birincidə leksikdir. İkincidə qızılı çantasında gəzdirir. Haldır. Üçüncüdə mənsubiyyət. A bəndi. Rahat sual idi. Keçdik növbətiyə. Qız atası ilə məktəb müdürünün otağına getdi. Cümləsində isimə əsasən uyğun. Qız
atası, məktəb, müdir, otaq. Bunlara baxırıq. İsmin biri müxtəlif halda düşünülə bilər. Qız atası ilə, qızın atası ilə, qız atası ilə getdi. Burada iki cür. Qızın atası ilə getdi, qızın yeğəlik alırlar, bir də qız gedir. Bu doğrudur. Uyğun fikir mənə deyir. İki isim adlı halda olduğunu dəqiq demək olar. Atası sözü adlı halda da dəqiq bilirəm bunu. O bir isim yox, o bir ismi dəqiq demək olmur. O bir adlığı dəqiq tapa bilmirəm. Üç ismin yeğəlik halda olduğunu dəqiq demək olar. Məktəbin, müdürünün, xeyr, üç isim deyil. Yanlışdan da yanlışı götürürəm, üç. Niyə? Məktəblə müdür dəqiq bilirəm yeğəlik halda. Amma bu qız atası bilmirəm, qızın atası da yoxsa qız gedir atası ilə. Yəni qızı adlıq da düşünərəm, yeğəlik də. Yönlü kar şəkilçili söz mənsubiyyət şəkilçisi də qəbul edib. Otağına. Bu doğru fikirdir. Ona görə onu yanlışdan yanlışı doğrudan doğrunu götürməliyəm mən. Deməli 1 və 3-cü cavab B bəndi. Aha. Deyir, bizim Bakı səhərini seyr edirəm yenə mən. Duyuram ki, sərin yerdə dalğaların ətri var. Aid olmayan deyir mənə. İsmin biri hara sualına cavab verir. Bakı səhərini, xeyr. Bakı burada qeyri-müəyyən haldadır. Nə sualına cavab verir? Elə bir. Aha. Həm müəyyən, həm qeyri-müəyyən yeğəlik hal var. Bakı qeyri-müəyyən yeğəlik haldır. Dalğaların müəyyən yeğəlik haldır. Ona görə bu doğrudur, götürə bilmirəm. Aid olmayanı götürməliyəm. Mənsubiyyət şəkilçili isimlər fərqli haldadılar. Səhərini təsirli haldadır. Dalğaların yeğəlik haldadır. Ətri adlı haldadır. Bu da doğru, götürə bilmərəm. Fərqlənmiş sözlərdə mənsubiyyət şəkilçisi var. Bizim yeğəlik haldır, dalğaların da yeğəlik haldır. Səhv fikirləri götürməliyəm. Bu səhv, bir də bu səhv. Mənə səhv lazım olduğu üçün 1 ilə 4. Adlı hal isim, müəyyən yeğəlik halda isimdən fərqli olaraq nə olur? Gəlin görək. Xəbər hər ikisidir, bu ola bilməz. Mənə düz dedimi? Düz deyir. Doldura bilən, yəni düz. Yəni mənə düz lazımdır. Birbaşa təsvirlənən feillə əlaqə olur. Bax, bu doğrudur. Yeğəlik hal çünki feillə əlaqəyə girmir. Qoşma ilə işlənib tamamlıq ola bilir. Onu demək ki, yeğəlik halda qoşma ilə müstəqil olmasa da qoşma ilə işlənib tamamlıq olur. İsmail 3 qrammatik şəkilçi ilə işlənə bilir. Bəli, çünki yeğəliklə təsirli hal yalnız maksimum 3 qrammatik şəkilçi ilə işlənir. Çünki yeğəlik daha doğrusu adlıqla təsirli hal. Maksimum 3 qrammatikdir. Niyə? Adlıq halda hal qoşula bilmir. Təsirlikdə xəbərlik qoşula bilmir deyə onlar maksimum 3 şəkilçi ilə işlənirlər. 2 ilə 4. Ancaq bir məqamda isim kimi düşünülür. Deməli, onda o dəqiqə bu getdi. Niyə? Qoyun, heyvan var. Bir də qoyun, qucaq var. Yalnız bir məqamda düşünülmür. Bu getdi. Mənsubiyyət qəbul edəndə saitini itirir. Bu hələ ki hamısına aiddir. Fərqli qrammatik mənalarında amonimdir. Ömür fərqli qrammatik məna deyil. Əyin sözü vurğuna mənası dəyişir. Çiyin bu bağır sözüdür də. Bağırmaq var. Bir də bağır isim var. Bəndidir müəllimlər. 40. Qrammatik baxımdan isim olsa da təyin edici mövqeyinə çıxış edən sözdür. Yəni ki, sifətləşmiş isimdə bir sözdür, amma belə təyindir. Əyalatçı şagird, necə şagird? Biri budur. Aha, taxta qapının rəngi, necə qapının? Bir də budur, taxta isimdir, amma görürsünüz. Bizə deyir isimdir, amma necə sualına cavab versin. Yəni var, təyin olsun. Saxsı qap, necə qap? Bir də budur. 1, 3, 4. Görün nə rahat suallardır müəllimlər.